günü-gündən çiçəklənən, gözəlləşən Azərbaycanın qədim diyarı, qədim yurdu, qədim şəhəri, Şəmkir şəhərinin Yenayat kəndində yerləşən Qala Ailəvi İstirahət Mərkəzindəyik. Doğrudan da adı kimi bir şah əsəridir. Mən istəyərdim, yaxınlaşım bu Qala Ailəvi İstirahət Mərkəzinin sahibi, qurucusu, yaratıcısı Tural müəllimə. Salam Tural müəllimə. Tural müəllim, istəyirəm, qeyd edərdim ki, doğrudan da siz əsər dediniz. Mən buna ciddi yanaşıram. Həqiqətən də Qərbin Günəşi layihəsində, elə həqiqətən də Qərbin böyük bir şah əsəridir ki, Qala Ailəvi İstirahət Mərkəzi, siz bunu yaratmışsınız, siz onun qurucularındansınız və biz istəyərdik ki, Qala Ailəvi İstirahət Mərkəzindən bütün tamaşaçılarınız tanış olsun. Bu əsəri yaratmaqda məqsəd, birinci məqsəd olmuşdur və yəni Azərbaycanın qəhrəmanlığını, Azərbaycanın dəyərlərini gələn turistlərə aşılamaq və gələn turistlərə Azərbaycanın mədəniyyətini ta qədimdən Azərbaycanın bir mədəni bir dövlət olmağını aşılamaq üçün yəni sırf biz əl əməyinə üstünlük verdik ki, ta qədimdən Azərbaycan Respublikası milli mənəvi dəyərli bir dövlət olmuşdur. Ben inşallah gələcək planlarımızda belə bir əsərləri Azərbaycanın dilbər güşələrində yaratmaq fikrimiz var. Çox sağ olsun Cənab Prezidentimiz turizmə, sahibkarlığa koyduğu diqqətə görə biz ona minnətdarlığımızı bildiririk. Biz də öz növbəmizdə Cənab Prezidentimizin arxasında sıx birləşərək yəni belə bir əsərləri Azərbaycanda inşallah yaradacaq. Əziz tamaşaçılar, artıq həqiqətən də biz aşağı düşürük, Plənkən formasında bir yerdən. Çox maraqlıdır. Tural bəy, xahiş edirəm, izah edeyim, bura haradır? Deməli, burada bizim həm zindan, həm də şahın gizliniz otağı var. Bura şahın gizliniz otağı var. Çox maraqlıdır, əziz tamaşaçılar, həqiqətən maraqlıdır. Metal əl işləri var, yəni hər daşımalı, hər bir hesablanmış bir işdir. Qanuni işlər vəziyyətləri. O vaxtı güya şah burada... Bu daş sobasıdır. Bəli, sobası. Həqiqətən çox gözəldir, əziz tamaşaçılar. O vaxtı şah burada gizlənirmiş. Belə bir tematiklər yaratmışıq. Maşallah, əsər yaratmışsınız, həqiqətən. Artıq bir qalanın sirrini xatırlatdı mənə, o filmi xatırlatdı. Allah kömək olsun. İndi sonra çıxanda burada mən bunu nəyə görə şahın gözünüz otaq olmağı, həm də burada bir başqa bir bizim sektor. Nəsə bir sir var. Nəsə bir sirimiz var, indi mən onu sizə göstərəyim. Əla olardı, çox gözəl olardı. Həqiqətən də mən əziz tamaşaçılar belə baxıram, görürəm ki, sanki bir nağıldır, sanki bir əfsanədir, sanki bir tarixdir. Tural bəy bunu canlandırıb bizim üçün. Doğrudan da bu işlər, bu abadlıq işləri böyük bir göstəricidir. Mən əhsən deyirəm və mən üzümü tuturam bütün bizim Azərbaycanda yaşayandan əlavə xaricdən bizi seyr edən insanlarımıza ki, doğrudan da Şəmkirdə belə bir yer mövcuddur. Həqiqətən də sanki bir şah əsəridir. Bu daş qapıdır. Aha. Burada ortadan sonra sanki o tərəfdə heç nə yoxdur. Bunun bir özəlliyi ilə mən sizə göstərəm. Burada qapı. Sonra qarşısından su tökülür. Sanki oradan da bir kabinet yoxdur. Şahın gizlin otağının burada yəni sınıf olabilir. Əhsən, əhsən. İnanın ki, mən özüm bu dəqiqə hal-hazırda bilməması bir aləmə getdim. Doğrudan da möhtəşəm əldir. Mən həqiqətən sağ istəyirəm. Doğrudan da bu böyük bir yüksək bir işdir. Burada da zindan olaqda o. Burada bir sirli qapıdır. Daxil olaq. Gəl. Sahil altında qalmış bir
İndi mən sizə yoldan göstərəcəm. Bunlar deməli, bu çayın altındadır. Üstündən bunu çay keçir. Çay da yeməli, üstünü hamısını inşallah qalxır. Mən sizə ifadə göstərəcəm. Antiqa, əla, gözəl. Həqiqətən də gözəl. Bu daşlar təbii daşlar. Təbii hamısı daşları, dağların daşları. Burada 7 rayondan daşlar yapılmış. Və turistlar bizim dağların daşları var. Bunların hamısını bir əllə toplamışdır. Əllə yaratmışdır. Sanki bir möcüzədir əziz tamaşaçılar, həqiqətən də doğrudan da mən bir söz tapa bilmirəm deməyə. Belə deyərdim də, Qərbi Şah əsərlərindən də biri Şəmkirdə yerləşir, o da Qala Ailəvi İstirahət Mərkəzidir. Əziz tamaşaçılar, buyurun, gəlin. Valla çox maraqlıdır, sizin üçün də çox maraqlı olacaq, xoş olacaq burada istirahət etmək. Yay, qış sizin xidmətinizdədir. Yaqın bu özü də bir sir daşıyır, bunun da bir adı var. Bura zindan olduğu sürən, bunu su sindirmişler ve bu qul düşmanlardan Aha, bak çok güzel. Bak bu ne? Bu baktı böyle. su kuyusudur, su başıdır. Yani buradan doğrudan taşıyor, yani içine su başıdır, taşanmış. Çok maraqlı bir yerdir. Ben inanın ki Azərbaycanı qarış-qarış gəzsəm də burada ilk dəfə də oluram və həqiqətən də mənim üçün çox maraqlıdır. Həqiqətən davam eləməyinə dəyər, izləməyinə dəyər əziz tamaşaçılar. Gəl, maraqlı olacaq, gəl. İzləyin əziz tamaşaçılar sizə. Burada yerin altındaki kamyonun bazası. Daş sobası. Burada sobanın bazası. Evet. Bunun altı hemen bak, bunun alt hissəsi hemen o Yaxınlaşaq. Gizliniz otağı. Aha. İndi suyunu təzim verilmiş. Aha. Ne var böyle? Ha orada. Yüngül mesela çatlamıştı. Aha. Əla. Çatlamıştı, suyunu azaltmış, bunu temizden düzeltmiş, indi verir suyunu. Burada da balıklar olur. Ve balıklar alttan bakanda da çayın altını görebilir. Balığı alttan görsün. Tural bəy, bu yuxarı mənzil nəzarət məntəqəsidir. Yəqin ki, qalanın nəzarət məntəqəsidir yuxarı. Ruslarda var. Aha, qalxaq, maraqlıdır. Tural mənzil nəzarət məntəqəsi olur. Rusdur. Aha. Qalanın orunma. Aha. Evet. Buradan gəlenlər hamısı buradan görsənir. Onu görürlər buz. Buradan da Bəli. ışıqlar da sanki lampalar kimi görünür ki, ışığın altını gələni görmək üçün. O da bir kiçik heykəlcik məni cəlb etdi. Deməli, döyüşçü burada öz qələbəsini qeyd edir. Qalibiyyətini Öz qeyd edir. qalibiyyətini qeyd edir. Bəli, təşkil həmişə Azərbaycan qalibiyyəti ilə fəxr eləsin, sevinsin. İnşallah torpaqlarımız da azad olar. Mən ona əminliklə yanaşıram. Çünki bizim cənab prezidentimiz var, dəstəkləyir bizi, biz də onu dəstəkləyirik. Bəli. Əla, həmişə qalibiyyət bizimlə olsun, əziz tamaşaçılar. Qala Ailəvi İstirahət Mərkəzinə gəlməyinə dəyər. Burada ürək hər nə istəsə var. Hər otağın öz adı var. Şahın atları saxlanılmış. Sohbətlər saxlanılmış. Bu küt nədir? Bu bizi nəyə xatırladır? Zəhmət olmasa. Bunun içərisində o vaxtı çaxır saxlayırlarmış, nəsə vaxtlara bir şey var. Burada döyüş olur. Döyüş olandan sonra burada çox dağıdan yerlər olur. Ama çok dağıdan yerləri Manaqlı deyil, gəl. çok dağıdan yerlər burada qalıqlar olur. Buyur, mən belə keçim. Sütunlar olur. Aha. Ama bu sütunları Topdağ'dan yani dövüşten sonra ama burada bu qala qalibiyyət salınır. Zəfər salır. Bəli. Topdağ'dan yerləri, kəndin sakinləri əllərinə keçən taxta parçalarıyla bunları... Hətta qamış da var burada sanki. Əla, gözəl.
bunları yaradıb içində qalmaq üçün əvvələn ki, taxtalar düzəldir ki, içində qalsınlar, yaşamaq üçün. İstehkam qalası kimi özlərindən vururlar, belə deyək, yoxsa? Yox, yaşayış evi kimi. Hə, yaşayış evi kimi. Sakinlər. Öz tamaşasına görürlər, gör necə maraqlıdır, inanılmazdır. Həqiqətən bu əl işidir, əl işidir. Bizi qədimliyimizi qoruyan Tural bəy bütün insanları nəzərə alaraq gözəl bir keçmişimizi, ulluğumuzu, qədimliyimizi özündə əks etdirən böyük bir təbliğat işlərinə məşğul olub və bu adlandırdığımız şah əsərini yaradıb. Azərbaycanlıları, fərq etməz əznəbi turistləri Qala Ailəvi İstirahət Mərkəzinə dəvət edirəm. Doğrudan da həqiqətən görməyə dəyər, gəzməyə dəyər. Çünki burada dəyərli əl işləri var. Təşəkkür edirəm sizə. Çoban dolmasıdır. Burada çoban. Çoban alaçıqdır. Azərbaycanın tolerant dövlət olmağını sanki 18-ci ta 18-ci əsrdən biz tolerant bir dövlət olmuşuq. Bizim qapımız ta 18-ci əsrdən tam bir açıq oldu. Yəni bu Azərbaycanın tolerantlığını qurbanıyıq, Rus qurbanıyıq. O vaxtı qalada Ruslar. Evet, Ruslar. şəvayələr var. Burada deməli bunun daşları hamısı şəmsirin kəndlərindən gətirmişik. Əl işləri, təbii ki. Burada bundan olar ki, biz sinirdən istifadə eləmədik. Hatta belə. Bizlər yəni ki, sinirdən az. Bunlarda yaxud şəvayələr yukarıdan olmalıdır. Çünki makanda bulunmalıdır ki, yani bunun akarı bahardan söyleyeceğim. Bunlar çok maraklıdır. Bunun akarı havadan gelir. Yani tamaşaçılar size maraklıdır. Çünkü biz hardayız, Şəmkirdə Yenəyat kəndində, Qala Ailəvi İstirahət Mərkəzində. Mən heç inanmazdım ki, kənardan görsənən bu qala qapılarının arxasında məni nələr gözləyəcək. Amma doğrudan da məni böyük bir nağıllar aləmi gözləyir. Buyurun, buyurun. Bəli, bəli. Dəmirçilər öz müəyyən alətlər, müəyyən çəpəzlər, xüsusi lazım olan alətlər burada düzəldib alınır, kənd sağlamakları yardım. Yəni, meşə ağaçlarına işlənir, aralarında daşlardan. Bu da hətta list oyunda, yəni bu əllə işlənir. Tural o daşlara baxdım, biraz qorxu yanandı mən. O daşlar düşmür ki. Yox, bu əsərdə yəni bu mütləqdir, belə şeyləri göstərmək ki, sanki daşlar düşür, köhnəlir, onu yaratmaq lazımdır, o mütləq lazımdır ki, sanki düşür. Amma hamısının arxası, onun böyüklüyü, hamısı satılır, tutma təhlükəsi, daşın tutma təhlükəsi sıfıra beraber. Əla, çox gözəl. Buyurun, buyurun, davam edin. Siz mənə heyrətləndirmişsiniz. Yəqin ki, tamaşaçılar, siz də heyrətlənmişsiniz. Çünki mən belə baxıram Bəyəqdandan, bax buranı səyahət etdikcə məndə keçmişə bir qayıdış yaranır. Ən azından mən nağıllar aləminə gedirəm. Bəli, yenə qeyd edirəm, bura hardadır? Azərbaycanın qərbində yerləşən qədim Ulu Şəmkirin Yenəyat kəndində Qala Ailəvi İstirahət Mərkəzində. Bura o vaxtı yəni qərargah olub, hər hansısa bir Maraqlıdır, gəl, gəl. Daha maraqlıdır. Gəl. Bəli. Buradan da maraqlıdır. Həqiqətən maraqlıdır. Buyurun. Qala 18-ci əsrə təsadüf elədiyi üçün deməli Azərbaycan Türkmənistan müqaviləsindən olan ərazi bütövlüyü, yəni hərflər burada tərsinə yazılır ki, güzgü olanda, güzgünün ifadısı olanda güzgü ki, birdən düşmanlar kimsə girər. Burası yəni Sirli bir yerdir. Sirli bir yeri var ki, hərflər tərsinə yazılır ki, birdən kimsə oxuyar, yerlərimizi bilər, bölgələrimizi bilər, o məqsəddə. Çox gözəl, bəli. Həqiqətən gözəldir. Burada mən deyək ki, sanki bir
dövüşü xatırladı. Sanki bir planı xatırladım ki, dövüş taktikası deyilən bir şey var. Yəni onu xatırladım ki, bu onu əks etdirir. Və oradan da mən sizin əllərinizə sağlıq deyirəm. Təşəkkür edirəm sizə. Minnətdaram ki, siz Qərbdə belə bir gözəl qədim qalanı yaratmışsınız. Tural bəy, çox maraqlı. Bəs bura nə deyir? Bura şahın ziyafət salonu. Aha, şahın qonaqları olanda burada qəbul edilmiş. Tural bəy, bu barədə bizə məlumat versiniz. Yaxşı olardı, doğrudan da hansı simbolik aha, buyurun. Burada şah öz qonaqlarını bu otaqda qarşılamış. Yuxarında hansısa biz görmüşük ki, yəni 18-ci əsrə oxşasın. Təsadüf eləsi. Təsadüf eləsin. Daş sobası qışda işləyir. Komenda işləyib vəziyyətləri, sobamızda işləyib vəziyyətləri, hər bir şey işləyir. Əziz tamaşaçılar, bizdə şey mənim maraqlıdır, bu şahın ziyafət salıdır. Görürsən, şah bura tez-tez mi müraciət edir? Zarafat edirəm. Davam edək. Qərb Azərbaycanın sevilən, seçilən iqtisadi inkişafı ilə, sosial durumu ilə, təsərrüfatı ilə, abadlıq işləri ilə tanınan, yenidən qurmaları ilə tanınan bir regiondur. Həqiqətən fəxr etməyinə dəyər axır Azərbaycandır. Cəm Azərbaycandır. Bu da yəqin ki, orada gördüyümüz nəzarət məntəqəsinin buyursun bir... Sağlı solludur. Hə, sağlı solludur, əladır. Əziz tamaşaçılar, doğrudan da çox maraqlıdır. Bu gördüyümüz hal-hazırda yuxarıda nəzarət məntəqəsində, aşağısında, yəni təbii ki, Tural davam eləsin, buyurun. Tural, bura nədir? Bura haladır? Yuxarı tərəfində sağ tərəfdən qorunma otaqdır. Aşağı hər birinin alt tərəfindəki olan otaqlar əsgərlərin, deməli, bunların həm silah-sursat ambarı, Daxil olaq, daxil olaq. Buyurun, buyurun. Gəl, gəl, gəl. otaq burada samanlar alır, sonra bu samanın oturan hissələrdir. Altında qalan başlar. Yaxınlaş, yaxınlaş. Yaxın kadrda götür. Əziz tamaşaçılar, doğrudan da təcrübədir, maraqlıdır həqiqətən. Bu samandır. Bəs bu nədir bunun altındakı? Bunlar biz müəyyən məhullardan istifadə eləmişik. O vaxtı saman almaq üçün. Amma ki, bu hissəsi samanın tökülmüş hissələrində, yəni sulaq o vaxtı belə samanın bu hissələri tökülmüş hissələrinin qalan hissələri. Bəs bura nədir? Onlar da burada da nəsə qoymaq üçün, ya bunların hansısa bir şam qoymaq üçün belə bir yerlərdir. Burada da Bəs bu nədir? çox da yemək pişirirlərdir. Hə, bu sobadır. Nə Sobadır. Kiçik bir sobadır. Kiçik bir sobadır. O Festival. restavrasiya edib, onu eləmişik. Mən heyrətdəyəm. Sanki bir yuxudayam, ayıra bilmirəm. Bazar oldu. Ha, bura bazardır. Bura yaxınlaşaq, bu çox maraqlıdır. Yəni ki, tacirlərin ilk tutduğu bazar üçün. Evet, çok güzel. Bəli, bəli, burada meyve və tərəvəzlər görsənir. Maraqlıdır. Buyurun, devam edin. Satışlar. Aha, burada sanki bir piştaxtanı İştahdan təsvir etmişsiniz burada. Ələşdir. Çox güzel, çox güzel. Ondan da çox maraqlıdır. Bax, bəli, burada da daşlar axır. Sanki adam vahiməyə düşür. Elə bil ki, bu dəqiqə daş düşəcək başına. Amma təbii bu Turalın əl işləridir. Tural onu möhkəm. Bunu nereye yapışdırırsınız? Bu ayrı daşlar da... Sıxmısınız. Sıxma olurdu. Ali ağaçlardan qoyub bağlarına daşlardan. O daşların... Düşmə təhlükəsi yoxdur da. Düşmə təhlükəsi sıfıra var. Çünki o daşların daha böyük hissələri o bir üst tərəfindədir. Görsənlər balaca hissələr. Əziz tamaşaçılar, Tural zəmanət verir. Gəlib burada
ürəyiniz istəyən kimi strateji edə bilərsiniz. Qorxmadan, çəkinmədən o daşlar düşməyəcək. Çünki ona Tural cavab deyil. Gəlin, buna bir zarafatdır, həqiqətən Tural çox maraqlıdır. Doğrudan da bu bir əl işidir, zəhmətdir və bir yüksək göstəricidir ki, gəldik çatdıq ortaya, yəni qala qapısına, qala qapılarına. Doğrudan da çox maraqlıdır mənim üçün. Əslində tamaşaçılar, yəqin sizin üçün də maraqlıdır. Mənim verdiyim suallar hamısı, yəni təbii ki, öz cavabını tapmaqdan ötürüdür. Tural, bu görsənən ikili var, biri burada, biri orada. Bu nəyi bildirir? Mən zəhmət olmasa deyərdiniz. Bu iki dənə otaqlar qalanın ikimizi müvafiq otaqlar. Çünki birdən yuxarı tərəf gözdən qaçan düşmə olarsa bunların ikinci qorunma. Çox gözəl düşünmüsünüz bunu, həqiqətən də çox gözəl düşünmüsünüz. Hətta mənim marağımı daha bir şey cəlb elədi. Burada böyük qala qapısı var və iki kiçik qapı var. Bu iki kiçik qapılar nəyi bildirir? İki kiçik qapılar adamların silahısıdır. Biri giriş, biri çıxışdır yani. Yox, ikisi də həm girişli, həm çıxışlı. Bu birisi, bu böyük qapılar. Böyük tacirlərin gəlişini əks etdirir. Tacirlərin gəlişini əks etdirilmiş. Buradan atlıların çıxışı var. Yəni ona görə böyük qapı. Təşəkkür edirəm, çox gözəldir. Əslində tamaşaçılar, hətta Tural qədimliyi qorusa da simvolik olaraq bizim bugün Azərbaycan bayrağına hörmət əlaməti olaraq, Azərbaycan Respublikasının konstitusiyasına hörmət əlaməti olaraq, onun mənəvi dəyərlərini özündə yüksək, ali saydığına görə Azərbaycan bayrağını unutmayıb və qaladan asmışdır. Baxın əslində tamaşaçılar. Mən həqiqətən Turala öz təşəkkürünü bildirirəm. Tural doğrudan da Azərbaycanımız üçün layiqli insanlardan biridir ki, o bugün Azərbaycanın tamamilə qədimliyini düşünərək ümumi Azərbaycana nəinki qərbə, ümumi Azərbaycana bu qala ailəvi istirahat mərkəzini yaratmışdır, qurmuşdur. Çünki həqiqətən də biz Azərbaycanlılar qədimliyimizi itirməyən, qədimliyimizə diqqət edən, qədimliyimizi sevən xalqdır. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Sözü ilə elə buradaca mərhum prezidentimiz cənab Heydər Əliyevin o simvolik olan sözü ilə buraxılışımızı tamamlayıram. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odlar yurdumun azad gençleri,